Salam dostlar. Ben Amerika'da yaşıyorum. Pensilvanya ştatında. Planım nedir? Planım size məlumat verməkdir. Bir Azərbaycanlıların Amerika'da yaşayışı realda bu ne formatda olur? Yani şişirdir bir şey yok. Bir migrant Amerika'da necə yaşayır? Bir migrantın Amerika'da ne çətinlikləri olur? Nelerden pul kazanır? Amerika deyilən, eşidilən kimi bir ölkədirmi? Yoksa bu sadece yalandan uydurulan xəyallardır? Bugün qərarı aldım ki, evdə səhər yeməyi yeməyim. Dunkin Donuts'tan kofe, bir de avokado tost alıp bugünkü günümü belə başlayacağım. Çünkü bugünə planlarım çoxdur. Onların önündə gəlir maşının yağını dəyişmək. Ustaya demədən gedirəm. Usta türkdür. Gedirəm yağı ondan məsləhətləşim, hansı yağ alım, yoxsa onun məsləhət gördüyü yağı tökəcəm maşına, bilmirəm. Burada özbəklərin belə bir mağazası da var. Adı Əsr Food Market'tir. Burada hazır yeməklər olur. Bununla bağlı sizə videolar çəkəcəm. Görəcəksiniz burada nələr satılır. Philadelphia ərazisində yaşayan insanlar necə qidalanır. Yəni müsəlmanlar. Bu sizə dediyim həmin o Dunkin Donuts'dır. Burada gəlib hər gün insanlar səhər yeməyini alır. Gedirəm ustaya tərəf. Buradan niyə xoşum gəlir? Bura deməli Pensilvanya ərazisidir. Mən Pensilvaniyada yaşamağı çox bəyənirəm, çox xoşuma gəlir. Çünki biz Lənkərandan olduğuma görə bizdə istirahət yeri kimi həmişə üzü Leriç tərəfi idi və ora gedəndə həmişə dağlar, meşəlik görürdük. Amma Amerikanın çox yeri meşəlik olduğuna görə, yəni Leriçi bunlar çoxdan dalda qoyublar da, belə deyim. Bu yerləri gördükcə başa düşdüm ki, cənnət təkcə Leriç deyilmiş. Başqa yerlər də var. Daha gözəl görsənən yerlər. Deməli burada Amerika qaydalarında Amerika qanununda belə bir qayda var ki, yol boş olduğu halda sağ tərəfdən hərəkət etməlisən. Bunu Amerika polisi çox humanist olduğuna görə səni saxlamır. Yəni belə qayda pozuntularına görə səni saxlamırlar. Əslində yolun sağ hərəkət zolağı boş olanda solla sürmək olmaz, sağla sürməlisən. Solla sürdüyün halda cərimədir. Sağ tərəfdə Vavadır. Bu gördüyünüz Vava səhər, günorta, axşam fərqi yoxdur. 24 saat işləyir. Amerikada uzun müddət fəaliyyət göstərən, yəni 1940-cı, 50-ci bəlkə də əvvəldən olan illərdən fəaliyyət göstərən bir obyektdir. Orada hər şey var. İstədiyin yeməklər, salatlar, kofelər, çaylar, istənilən hər şey. Rusunda desəm, zabiqalovkadır, yəni ayaqüstü yeməyə, fast foodu da var, belə yeməkləri də var, orada insanlar hazırlayır onu, sifariş verirsən. Yəni əsasən New Jersey və Pensilvanya arasında yaşayan insanlar Vavanı görür. Amerikanın çox az ştatındadır. Əsasən Pensilvanya ştatı nəzərə alsaq ki, 1.5 Azərbaycan boydadır. Yəni Pensilvanya ştatını tam əhatə eləyir. Tam bildiğin, yəni hər addım başı var burada. Böyük bir şəbəkədir. New Jersey'də də həminki qaydadadır, böyüdür. Amma New York'da bilmirəm. New York'da görmüşəm bir dəfə, amma dəqiq bilmirəm. New York'da var yoxsa yox. Amma başqa ştatlarda yoxdur. Çünki tanışlarım var. Soruşuram, deyil, başqa ştatlarda yoxdur. Özüm də başqa ştatlarda olanda görməmişəm Vavanı. WAWA adı Vava. Amerika'da en çok görəcəyiniz şey yollarda tırlardır. Çoxlu tırlar var və çox adi sıravi avtomobil kimi idarə olunur. Baxırsan ki, çətindir də bunu şəhərdə sürmək, bunu şəhərdə manevr eləmək yollarda. Buna uyğun şəhərlər salınıb. Yəni tırların yollarda, commercial vehicle'ların yollarda sürülməsi üçün yol ayrıcıları və yollar salınıb. Necə? Məsəl üçün, svetoforda əgər tır sola dönəcəksə, sol xəttə qalırsa, burada solda ağ rəngdə Volkswagen görürsünüz, həmin oradan əgər tırın sola dönmə icazəsi varsa, o xətt geridə olur. Və yaxud dönəcəyi xəttdə duran maşınlar geridə dayanır. Ki tırın manevr qabiliyyəti böyük olduğuna görə, manevr eləyəndə kuzası uzun olduğuna görə, bazası böyük olduğuna görə
o bir avtomobilləri zədələməsin deyə dönüş bucağı onun üçün rahat formada orada qurulur. Və bu bütün yollarda belədir. Buna görə Amerikanın içində həm yollar böyüdür, həm də hələ burada yollar o qədər də böyüdür də. Bu Pensilvaniya ştatında o qədər də böyüdür. Çox böyük yollar var. Texasda, Kaliforniyada, LA-də, o yanlarda daha çoxdur yollar. Daha çox geniş yollar var. Burada belə də sıravi, orta, statistik Amerika yollarıdır. Burada nəyi görə bilməzsiniz? Amerikada çox az görərsiniz ki, ictimai nəqliyyat işləsin. Azərbaycanda bəzən narazılıq edirlər ictimai nəqliyyata. Baxın, sizə deyim, ictimai nəqliyyatın ən gözəl işlədiyi yer Avropadır, bəlkə Türkiyədir, amma Amerikada ictimai nəqliyyat demək olar ki, sıfırdır. Burada hamı avtomobil sürür, çünki yollar çox uzaqdır, avtomobil sürmək daha sərfəlidir və daha tezdir. Sən istənilən yerə, istənilən vaxt avtomobillə çata bilirsən. Avtomobil də baha olmadığına görə rahat əldə edə bilirsən. Burada Walgreens Pharmacy, bu bildiyiniz aptek kimi bir şeydir. Bu sağ tərəfdə gördüyünüz Family Diner Restaurant, bu Türklərin işlətdiyi dinerdir. Diner nədir? Diner bildiyiniz insanların gəlib yemək yediyi, oturduğu, adətən ora gəlirlər. Səhər tezdən yox, saat 11-dən 12-dən gəlib günorta yeməyin, axşam yeməyin yedikləri bir yerdir. Yəni bildiyiniz sıravi Amerikan sayağı western filmlərində ki, otururlar kafelərdə, hamı oturur, görsən, filmlərdə görsənir və o görsənən yerlərin adı dinerdir. Bu arada benzin düşüb, benzin ucuzlaşıb, hələlik ucuzlaşıb burada, bilmirəm nə məsələdir. Hələlik ucuzlaşıb, ona görə biz də bu fürsətdən hələ ki istifadə edirik. Qiymət 2.65 per qalındır. 2.65 per qalın. Bir qalon burada deməli 3 litr 750 qramdır bir qalon. Yəni 1 dollardan litri 1 dollardan aşağı düşür. 80 sent, bəlkə daha da aşağı. İndi sizə bunu göstərəcəm. Gəldik yanacaq doldurma stansiyasına. Yanacağın qiyməti 2.65, yəni per qalon 2.65, litri 80 sentə falan düşür. Bu da bütün yanacaq doldurma məntəqələrində belə bir yerlər var. İçəridə yeməklər, fast foodlar və yaxud başqa şeylər də satılır. Sigaret, hər şey. Deməli, kartı sadəcə toxundurdu. Burada 3 növ benzin var, yanacaq var. Biri 87'dir, 89'dur. Bu da superdir. Buna adətən Mercedes avtomobili sürənlər, BMW sürənlər bunu istifadə edir. Gündəlik avtomobil sürənlər bundan istifadə eləmir. Bundan regular istifadə edir. Çox soyuqdur çöldə, -5'dir bu arada. Dondum. Getdi. Soyuqdur. Bağlanır sesini belə. Dondum. Bizim ustamız ancaq cash pulla işləyir. Yəni ödəmələri kartla və yaxud Apple Pay, Zelle vasitəsilə bu ödəniş növləridir. Bu vasitələrlə götürmədiyinə görə məcburam gedib cash pul çıxardam. Ustamız Türkdür, Türk Kürdlərdəndir, amma ki yenə də bizim insanlar kimi düşünür, cash pul. Ustanı siz tanıyacaqsınız gələcəkdə. Usta elə deyir ki, Amerika dağılır. Burada vətəndaş müharibəsi olacaq, aclıq olacaq, belə olacaq. Yəni ona görə Amerika hər gün dağılır. Yəni pis vəziyyətdədir, çox əziyyət çəkir. Yəni ona eşidən insanlar ümumiyyətlə Amerikanın ya robot filmi var, Will Smith'in. Oradakı halın təsəvvür eləmək olar. Amerika onu eşidənlər üçün o vəziyyətdədir. Amma yenə də ustadır da, özümüz kidir. Gedirəm
pul bankomatdan çıxarım, nağlaşdırım ki, ustaya kəş pul verim. Bu arada deyim ki, Filadelfiya bildiyiniz Bakıda sürən sürücülər kimi sürürlər Filadelfiyada avtomobili. Yəni qayda qanunlar riayət eləmədən xətti necə istəyib tapdalayırlar, hardan istəyib dönürlər. Bu formada əsasən bunu eləyir Afro-Amerikalılar. Yəni ağ Amerikalılar bu hərəkəti eləmir. Eləsə də çox az halda olur bunlar, amma əsasən qara dərili qardaşlarımız bu qaydaları çox pozurlar burada. Belə deyim, mən uşaq vaxtından həmişə filmlərdə görmüşəm ki, qara dərili Amerikanlara qarşı həmişə təzyiqlər olub, onlar qul kimi işlədiblər. Həmişə beynimdə belə bir obraz formalaşıb ki, bunlar çox çətinliklə yaşayırlar və onlar həmişə yaxşı adamlar olublar. Amma Amerikada yaşadığım dövrdə gördüm ki, əksəriyyəti belə deyil. Əksəriyyəti özləri hər qanunu pozan və belə deyim də, çox pis işlərin altından çıxanlardır. Ona görə fikrim dəyişdi. Amerikada yaşayandan sonra bununla bağlı fikrim dəyişdi. Amma yenə də onların içində də çoxdur. Müqayisə elədikdə Afro-Amerikalılarla adi Amerikalıları onda görürsən ki, bəli, onlar daha çox qayda qanun pozurlar. Amerikada. Deyim ki, burada dayanacaqlarda, səhv girdim dayanacağa. Ona görə 2 dəfə park eləməli oldum. Burada dayanacaqlarda bütün market, restoran və istənilən növ iaşə obyektlərinin önündə qabaqda gördüyünüz o əlillik işarəsi ki var, əlil arabası işarəsi və orada yazılar var. Bir dəqiqə onu göstərim sizə. Burada yazılar var. Sadəcə bu tip adamlar üçündür bura, başa düşürsünüz? Yəni burada əlilliyi olan insanlar və orada yazısınız, görürsünüz yazı One Accessible. Yəni ki, burada vənlər, bunları daşıyan vənlər saxlaya bilər. Əlil arabasını daşıyan vənlər var ki, onlardan da görəcəksiniz gələcək videolarda və başqası saxlayanda burada cərimə var. Adətən bu cərimə $100 artıqdır. Beləncə, bütün obyektlərin önündə bu formada belə işarələr var, bunu görəcəksiniz. Pulumuzu çıxardaq. Burada pulumuzu çıxartdıq. Yolumuza davam. Bakın görürsünüz restoranın önündə, sizə dediyim kimi. Bütün restoran, iaşə obyektlərinin önündə bu tip işarələr var və burada başqa avtomobillərin saxlanması cərimədir. Beləncə cərimələri var. Gəldik ustaya. Avtomobilin yağını dəyişəcəm. Beləncə bir salmışam artıq. İçərdədir. Avtomobilin yağını dəyişdim. Sonra dostum gəldi. Dedi ki, gedək məndən bir yerə. Ona görə qərar aldım ki, Prius. Qərar aldım ki, onunla gedim. Avtomobili saxladım parkingdə. Gəldik. T-Mobile. Gedirik qulaqcıq üçün baxaq görək. Dayandı, yol verdi. Çox mədənidirlər, sürücüləri çox mədənidir. Belə bir mağazadır. Belə burada Google'un telefonu var, Pixel. Nə düşünürsünüz? 17 Pro götürüm mü yoksa yok? Hal-hazırda 16 işlədirəm.
xoşumuza gəlmədi çıxdıq marketdən. Deyərdim, amma demirəm. Bir Azərbaycanlı olaraq deyirəm ki, pulumuz çatmadı götürməyə. Çünki köhnə telefona görə borc var. Onu ödəyəndən sonra təzə telefon götürmək olar. Alınmadı telefon götürməyimiz. Mənə lazım deyildi, dostuma lazım idi. Alınmadığına görə qayıtdıq. Gedim. Qərar aldıq ki, gedək. Bekarçılıqdır, niyə gedək? Özbəklərin restoranına. Orada usta bir dəfə maşına oturdu, maşından benzini gəl. O qədər sexdə o iyilər var. Əvvəllər Azərbaycanda olanda buna fikir verməmişdim. Ya binalara görə, ya nəyəsə görə. Əslində göy üzü çox gözəldir. Ya Amerikada gözəldir, ya Azərbaycanda da belədir. Sadəcə orada başımızı qaldırıb yuxarı baxmırdıq. İndi qaldırıb baxırıq deyə belədir, bilmirəm. Amma burada gördüm ki, göyün üzü həqiqətən gözəldir. Buludlar çox gözəl görsənir burada. Gəldim, çatdım. Bura adlanır Asıltın ərazisi deyirlər bura. Burada əsasən Rus dilli millətlər yaşayır. Gürcülər, Ruslar, Ukraynalar. Gördüyünüz bu marketlər, məsəl üçün, gələcəkdə bunlar haqqında çəkəcəm sizə. Bu, məsəl üçün, gördüyünüz Rusların marketidir. Burada gördüyünüz orada restoran var arxasında. Belə keçim. Asır restorandır. Ruslarındır. Beləncə. Gəldim özbəklərin yox. Güya türklərin restoranına. Bu arada bu da Atan özbəklərin marketidir burada. Bu da özbəklərindir, mənə elə gəlir. Amma adı İstanbuldur. Amma burada türk yoxdur. Türk işləmir. Belə. Gedək görək nə var burada. Gəldim əvvəl, dincəldim və yenidən çıxıram. İndi sizə çıxıb nə işlə məşğul olduğumu göstərəcəm. 5-ci gündür, günorta saat 3-dür. Planım odur ki, çıxım taksili eləyim. Həftənin sonları adətən 5-ci, 6-cı və bazar günləri Uber'də və yaxud Lyft'də çalışıram. Uber, Lyft burada Azərbaycanda bilmirəm. O vaxt bilirəm Azərbaycanda Uber var idi. Uber danışanda baxıram görüntü burada, amma deyəsən bura baxmalıyım kameraya. Deməli Uber, Lyft, Uber kimi bir proqramdır. Açırsan, öz avtomobilini daxil eləyirsən. Burada xüsusi, yəni gedib vöyn və s. kimi icazələr yoxdur Uber'də və yaxud Lyft'də çalışmaq üçün. Sadəcə avtomobilin bu ştata görə 2011-dən yuxarı olmalı deyil. 4 qapısı olmalıdır. Yəni 2 qapılı maşınlarla işləyə bilməzsən. Və salvage title olmamalıdır. O nədir? Salvage title şeydir. Yəni əzilmiş maşın olmamalıdır. Bir də deyirəm. Deməli avtomobil salvage'dir. Salvage title olmamalıdır. Yəni əzilib düzəldilmiş title olmamalıdır. Bilmirəm onlar necə bilirlər. Mən avtomobili onsuz da əzsəm, düzəltsəm heç bir yerə xəbər vermədən iş eləyə bilərəm. Onların məlumatı olmaz bu barədə, amma nədəsə bilirlər. Günün sonuna qədər, gecə yarısı saat 1-ə 2-yə qədər taksidə işləməyi planlaşdırıram. Uber və yaxud Lyft. Lyft də Uber kimi bir taksi proqramıdır. Sadəcə burada daha asandır bu proqramlarda işləmək. Sadəcə avtomobilin şəkillərini çəkirsən, ili məlumatların, sənədlərin registrasiyası, inspeksiyonu bunları daxil edirsən. Yəni registrasiya texpasportu, belə demək olarsa, sonra inspection o da texpasportdur. Yəni necə
Yəni inspeksiyanın registrasiyanı çəkirsən, avtomobilin fotolarını çəkirsən və göndərirsən. Bir həftə ərzində background çəkirlər, yəni sənin tarixçəni yoxlayırlar. Ondan sonra ya hə deyirlər, ya yox deyirlər. Yox deyirlərsə də nəyəsə görə deyirlər yoxu, ona izah edirlər. Bu şey qaranlıq qalıb. Nəysə, bunu tamamlayandan sonra başlayırsan taksi fəaliyyətinə. Taksi fəaliyyəti belədir. Uber'də burada yazılır ki, 40% sənə qalır. İndi belə suallar olacaq ki, nədir bu Amerikadakılar hamısı ya delivery edir, ya taksi edir. Məsələ belədir. Amerikada taksi fəaliyyəti ilə məşğul olmaq əlverişlidir. Delivery də əlverişlidir, amma kim üçün delivery, kim üçün taksi? Mən üçün taksi əlverişlidir. Səbəb odur ki, mən Amerikan müştərilərlə danışmaq sevirəm. Onlarla ünsiyyət qurmağı, onların düşüncə tərzini öyrənməyi sevirəm. Ona görə taksidə fəaliyyət göstərirəm. Belə işlərdə çalışmışam, amma taksi kimi azad deyil deyə. Mənim düşüncəmdə taksi burada axırıncı işdir, amma yenə də bunu çalışıram. Taksi bilirsiniz necə işdir? Yəni sənin heç bir bacarığın olmaya, sən get taksi işlə. Heç bir bacarığın olmaya, sən get delivery işlə. Yəni heç də əlindən gəlmir, sən gedib bu işləri görsən. Bu deməkdir. Taksi işləmək bu deməkdir. Yəni mən hələ belə bir insan tanımıram ki, taksidə mən taksini sevirəm, mən taksidən ləzzət alıram işləyib, belə bir şey yoxdur. Çünki sən dayanmadan oturan yerdə avtomobil sürməkdən zövq almaq üçün səndə nəysə çatmamalıdır. Bu nəysə də beyindir. Yəni bu çatmırsa, sən bundan zövq ala bilərsən. Yəni bundan insan zövq ala bilməz. Mümkün deyil. Otursun daim bundan zövq alsın. Sadəcə şərtlər uyğundur. Mənə şərtlər uyğundur. Mən bundan əvvəl çalışırdım. Bir şirkətdə çalışırdım. Menecer kimi çalışırdım. Yaxşı pul alırdım. Amma birinci gündən 6-cı gündə daxil olmaqla səhər 8-dən axşamüstü saat 6-ya qədər çalışdığıma görə qərara aldım ki, mən vaxtımı orada itirmək istəmirəm. Çox yaxşı əmək haqqı verirdilər, amma qərar aldım ki, orada vaxtım itməməlidir. Niyə düşündüm orada itməməlidir? Çünki mən Amerikaya gəlməmişəm ki, mənim vaxtımı bir məkanda, bir bağlı məkanda itirim və mənə oradan bir gün istirahət günü qalsın və yaxud 6-dan sonraki vaxt qalsın. Mən bunu istəmirəm. Mən istəyirəm daha çox çöldə gəzim, insanları görüm, daha çox. Çünki taksinin müsbət tərəfi odur ki, mən taksidə bax saat 3-ə qədər gəzdim, avaralandım, istədiyim şey elədim. Saat 3-dən saat 1-ə qədər hal-hazırda qırmızı işığa döndüm. Burada olar, onu da izah edəcəyim. Qırmızı işıqda sağa dönmək olar burada, ona görə. İstədiyim kimi gəzirəm, əylənirəm, vaxtımı keçirirəm. Saat 3-dən axşam saat 3-ə qədər işləyəcəyəm və günün qazancını qazanacağım, qutardı. Bu mənə kifayət edir. Amma bir şirkətə girib, səhər girib, mən günəşi görməyim, səhər girim, orada vaxtımı keçirim, bunu eləmək istəmirəm. Ona görə taksi məncə ən optimal variantdır və nəzərə alaq ki, işlədiyim şirkət, orada İspan dililər çox idi, İngilis dilində danışanlar az idi, Ukrayna dilində danışanlar çox idi, bir də Rus dilində danışanlar çox idi. Ona görə mən də bu İngilis dilini heç cür təkmilləşdirə bilmirdim. Baxmayaraq ki, mən kurs götürmüşdüm, kurslarla öyrənirdim, amma sən Amerikalılarla bir yerdə danışmaqdan daha dili müsbət öyrənə biləcəyim bir vasitə olmadığına görə mən bu yolu seçdim. İngilis dili səviyyəmdə müştərilər məndən danışanda deyirlər ki, sən nə gözəl danışırsan. Deyirəm ki, bu Uber leveldir, yəni bu taksi səviyyəsində İngilis dilidir. Mən taksi səviyyəsində İngilis dilini salam. Yan maşında bir it var, mənə baxır. Bu İngilis dili səviyyəm Uber səviyyəsidir, yəni taksi səviyyəsində mükəmməl danışıram. Belə çox gözəl, belə özümün də xoşuna gəlir danışmaq. Çünki belə o Cem Yılmaz deyir. Sayın yargıcı, itiraz ediyorum, belə ağzımı ayrı-ayrı belə danışıram. O ləzzət edir axı, Amerikan style'da ona görə. Amma yenə də Uber level'da o. İşlər burada çoxdur. Buranın hər ştatın minimumu var, minimum əmək haqqısı var. Yəni Pensilvaniya ştatının minimum əmək haqqısı $7.25-dir. Ən azı keçən il belə idi, bu il bilmirəm artırıblar yoxsa yox. New York ştatında $13 nə qədərdir. Yəni ondan aşağı sənə
ödəniş verə bilməzlər. Ondan yuxarı verə bilərlər, ondan aşağı verə bilməzlər. Ona görə yəni işlər burada necədir? Saatı 13 dollar var, 15 dollar var, 20 dollar var. Yəni artdıqca sənin ya fiziki göstəricilərin artır, ya əqli göstəricilərin artmalıdır ki, saatlıq qazancın artsın, belədir. Çox halda sənin əqli göstəricilərin artmalıdır ki, saatlıq qazancın artıq olsun. Fiziki göstəricilər çox da artmır, maksimum 25 dollara qədər olur burada. Çünki onsuz da İspan dillilər Latin Amerika ölkələrin gələn, onlardan Latin Amerika ölkələrindən gələn miqrantların sayı burada çox olduğuna görə onlar o fiziki göstəricilərə görə yerləri zəbt ediblər. Yəni harda ki qol qüvvət lazımdırsa, əksər yerlərdə onlar işləyirlər və onlar üçün də 25 dollara işləmək çox böyük, yəni çox gözəl bir məbləğdir. Ona görə o yerlərdə onlar işləyirlər. Amma beynini biraz işlətsən, burada yaxşı yerlərdə işləyə bilirsən. Məsələ budur ki, bir yerdə oturub işləmək mənə aiddir, qala bilmirəm deyə bir yerdə. Yəni, hələ nəysə yeni bir şey görməliyəm. Ona görə taksidə çalışıram. Hələlik taksidə çalışıram. Paralel başqa işlər görürəm, amma onlar haqqında hələ ki məlumat vermirəm. Onların vaxtı gələr, onda məlumat verərəm. Amma taksi fəaliyyəti göstərirəm. Sırf bu avtomobili alanda taksidə sürməyə niyyəti ilə almışam. Nissan avtomobilidir, 2024-cü il Nissan Rogue avtomobili. Burada Nissan Rogue'dur, bilmirəm başqa yerlərdə nədir. Elə bil ki, sinifinə görə Nissan Qashqai sinifinin əmsi oğludur. Yəni Nissan'dır, Nissan Qashqai'nin biraz başqa növüdür. Belə dilləri Hyundai Kia əmi oğlu, bibi oğlu, dayı qızı belə bir şey. Həmin söhbətdir. Nissan Rogue'dur, 2024-cü il. Və taksi üçün çox yararlıdır. Sırf taksidə sürürəm. Başqa bir şeylərə sürmürəm. Beləsinə, əgər hansısa bir uzaq ştata gedəndə, məsəl üçün elə ştat olur ki, 800 mil, yəni hardasa 1300-1400 kilometr yol getməli olanda rent avtomobil götürüb, van götürüb, vandan getmək olur və yaxud böyük maşınlar, məsəl üçün Wagoner və yaxud Cadillac'ın hansısa böyük maşını götürüb ondan getmək olur. Yəni əlverişlidir, heç nə əl çatmaz deyil. Amerikada ümumiyyətlə bahalı maşın sürmək böyük bir qəhrəmanlıq deyil. Amerikada istənilən insan gəlib ayına 4000-5000 dollar pul qazandığı halda gedib istədiyi avtomobili ala bilər. Yəni istədiyi avtomobil deyəndə sənin avtomobil kredit götürəndə burada belədir. Baxırlar ki, sənin aylıq gəlirin, sənin aylıq çıxarın. Məsəl üçün, sənin aylıq 5000 dollar sənə gəlir, sənin 2000 dollar ev kirayəndəsə, təbii ki, sənə ayda 1500 dollar olan avtomobili verməyəcəklər. Ya da verəcəklər o halda ki, orada işləyən adamlar da bizim tip millətlərdəndir, ya ərəbdir, ya rus kökənlidir, ya Ukrayna kökənlidir. O tip adamlardan nəysə variant eləyib ala bilirsən. Bu arada deyim, Amerikada da bu şeylər var. Amma ki, normalda sən 5000 gəliri olan adama ayda 1500 olan avtomobili vermirlər. 6-7 min plus olsa gəlirin, onda sən ayda 1500 dollara aylığı olan avtomobil götürə bilirsən. Yəni, bu nəyə götürürəm? Çox asandır. Sənin bahalı avtomobil sürmək Amerikada bir şey deyil. Yəni, çox adi bir haldır. Elə bil ki, Azərbaycanda gedib 1000 manat verib, bir ilk ödəniş verib avtomobil götürmək kimi bir şeydir. Burada avtomobili gedib ilkin ödənişsiz də götürə bilirsən, ilkin ödənişlə də götürə bilirsən. Yəni, zero down da verirsən, yəni sıfır ilk ödəniş də verə bilirsən, yəni vermirsən heç nə. Və yaxud hansısa bir məbləğ verib götürə bilirsən. Odur ki, Amerikada görəndə ki, siz Amerikada kimsə bahalı maşın sürür, belə maşın sürür, heç təəccüblənməyin, çox adi haldır. Yəni, burada Amerikanlar onu sürmür. Niyə sürmür? Çünki onlar aybayı pul vermək istəmirlər. Aybayı pul vermək nədir? Burada aybayı pul vermək o deməkdir ki, sən yaşamırsan. Sən vaxtının daha çoxunu satırsan. Nə demək istəyirəm bundan? Sizə izah edeyim. Deməli, sən aybayı əgər
avtomobilə 800 dollar versən, onun sığortasına 200 dollar versən, 200 dollar ona görədir ki, sən full coverage eləyirsən, orada məbləği full coverage-də per accident qaldırırsan 50.000 və yaxud daha artıq dollar, çünki sən toqquşduğun avtomobil ola bilər Lucid Air-lə toqquşursan, bugün bazarda satışı məsəl üçün 88.000 dollardır, amma məsəl Lucid Air Grand Touring məsəl üçün belə biri ilə toqquşursan ki, satış qiyməti tutaq ki 100.000, 120.000-dir, sənin sığorta onu cover eləməlidir. Sən bunu düşünürsən, bunu edirsən, yəni sığortan ona görə bahalaşır. Yəni sən qəza zamanı nə qədər sığorta qarşılayacaq? Yəni qəza anında zədə alan insanın nə qədər xərcini ödəyəcək? Avtomobili xərcini ödəyəcək, sağlamlıq xərcini nə qədər ödəyəcək? Ona əsasən sənin sığorta qiymətin qalxır və yaxud enir. Amerikanlar nə üstün tuturlar? Adətən gəlmələr daha çox böyük, bahalı maşınlar sürür burada. Amerikanlar bahalı maşın sürənlər artıq illik 300-400 min dollar qazananlardır ki, onlar onu düşünmədən edirlər. Onlar üçün rahatdır. İllik 300-400 min dollar gəliri var. Hətta mənim tanıdıqlarım var, 300-400 min illik gəliri olanlar var ki, adi Kia Cerato sürür və yaxud Lexus RX sürür, yəni sıravi avtomobillərdə. O bizim gəlmə millətlərdir ki, burada xoşlayırlar ki, bahalı maşınlar alsınlar, ay çox pul versinlər, əsas odur ki, bahalı maşın sürsünlər. Amerikanlar belə bir şey eləmir. Amerikanlar xoşlayır ki, o 5.000 pul qazanırsa, o 5.000-dən çox az rasxod eləsin, xərci çox az olsun ki, özünə qalan pul çox olsun ki, istirahət çox eləyə bilsin, çox gəzə bilsin, çox əylənə bilsin, çox o pulla yaşaya bilsin. Onlar bu cür düşünürlər. Ona görə burada sıravi Amerikanlar görürsən ki, köhnə maşınlar sürür, hamısı düşürcə ki, bunlar niyə köhnə maşın, niyə təzə maşın almırlar? Belə şanslar var təzə maşın almağa, niyə almırlar? Səbəb budur, onlar yaşamaq istəyirlər, onlar həyatdan zövq almaq seçirlər, ona görə bahalı maşınların kreditlərinin altına girmirlər. Taksidə burada necədir, müştərilər necədir? Bu haqda görüntülər çəkmək olmaz. Amerikada qanunlar sərtdir. Yəni çəkə bilərəm, amma onu paylaşa bilmərəm. Paylaşdığım halda müştərilərdən hansısa biri şikayət eləsə, ən azından Pensilvaniya qaydalarına görə hər hansı bir müştəri şikayət eləsə, buna görə mən təzminat ödəməli və yaxud hər hansısa bir cinayət deməyim də, hansısa bir məsuliyyətə cəlb oluna bilərəm. Ona görə bu riski etmirəm. Bu, başqa ölkələrdə, Kanadada yadda belə deyil, amma Pensilvaniya ştatında qanunlar biraz fərqlidir. Burada hər ştatın qanunu fərqlidir. Bir də sizə bunu deyim. Kimin əgər istəyi olsa, nəsə bilmək istəsə, nəsə sualı olsa, Amerikada bütün Amerika barəsində sualları təbii ki, cavablandıra bilmərəm. Mənim bildiyim Amerika barəsində suallara cavab Pensilvaniya, New Jersey və New York barədə bəzi suallara cavab verə bilərəm. Çünki bütün Amerika haqqında suallara cavab vermək mümkün deyil. Kimsə cavab verirsə, bu düzgün deyil. Çünki hər ştatın qaydaları var, hər ştatın yaşam tərzi var, hər ştatda fərqlidir. Ona görə mən bu yerlərə uyğun sizə suallara cavablar verə bilərəm və yaxud sizi maraqlandıran şeylər haqqında sizə məlumat verə bilərəm. Kimin nə sualı olsa mənə yaza bilər, kommentlərdə də yaza bilər. Bu qədər. Hələlik bu qədər.